O bir insan kimi hansı vəziyyətdə və hansı şəraitdə olmasından asılı olmayaraq prinsip və dəyərlərinə sadiqdir, vətənini, dövlətini sevir, cəmiyyətin inkişafı üçün çalışır, əməli fəaliyyətini gələcəyə və gələcəyi formalaşdıracaq gəncliyə töhfələr verməyə kökləyib. Azərbaycanın ictimai-siyasi xadimi, millət vəkili, ilahiyyat üzrə fəlsəfə doktoru, Milli Məclisin İctimai Biliklər və Dini Qurumlar Komitəsinin, Elm və Təhsil Komitəsinin üzvü Ceyhun Valihoğlu Məmmədov. Ceyhun Məmmədov 1975-ci il yanvarın 28-də Cəbrayıl rayonunun Şükürbəyli kəndində anadan olmuşdur. Liviya Ərəb Sosialist Xalq Cəmahiyyəsinin Beynəlxalq İslama Dəvət Kollecini və Xəzər Universitetinin Humanitar Fənlər Fakültəsini bitirmişdir. 2 kitabın müəllifidir. Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda böyük elmi işçi, 2015-2018-ci illərdə Azərbaycan Respublikası Prezidentinin administrasiyasında böyük məsləhətçi vəzifələrində çalışmışdır. 2018-2020-ci illərdə Azərbaycan İlahiyyat İnstitutunun rektoru olmuşdur. Hazırda Azərbaycan-Misir parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, həmçinin Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, Küveyt, Qətər, Mərakeş, Özbəkistan, Pakistan, Rusiya, Səudiyyə Ərəbistanı, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. İslam Əməkdaşlığı Təşkilatının Parlament İttifaqında Azərbaycan nümayəndə heyəti rəhbərinin müavinidir, ailəlidir, bir övladı var. Ceyhun Məmmədovun Gənclərə tövsiyələr əsərində belə bir qiymətli fikri var. Hər zaman dürüst və səmimi olun. Həyatda uğurun başlıca şərtlərindən birinin dürüstlük və səmimilik olduğunu unutmayın. Bəli, uğurun ən böyük sirri həm də böyüklərimizi dinləmək, onların təcrübəsinə güvənməkdir. Çünki insan ömrü hər şeyi özü kəşf edəcək qədər də böyük deyildir. Bu mənada Ceyhun müəllimin həm şəxsi nümunəsi, həm əsərləri, həm də əsərlərindəki tövsiyələri olduqca qiymətlidir. Çünki tövsiyələri təcrübədən, böyüklərin qiymətli fikirlərindən, valideynlərindən başlanan və gəncliyə ötürülən dəyərdən qaynaqlanır. Gənclərə tövsiyələr kitabında Atama məktub bədi ifadəsində Ceyhun Məmmədov yazır. Atam, hamımız sənin üçün çox darıxmışıq. Sən hər zaman bizə və ətrafındakı insanlara öz səmimi və ədalətli davranışınla nümunə idin. Hər zaman böyüklə böyük, kiçiklə kiçik oldun. Bizə qoyduğun şərəfli yolla, tövsiyələrinə əməl edərək yaşamağa çalışırıq. Bəli, bir insanın əgər nümunəsi, idealı valideynindən götürülürsə, həmin insan cəmiyyət üçün çox faydalı olur. Buna görə də gənclərimizin sizdən, Ceyhun Məmmədovdan öyrənəcəkləri hələ çox məqamlar vardır. Bilirsən, təzə bir əsər yazıram. Nələr düşünüb, nələr yazıram. Hər sözü incidir, hər sözü haqdır. Adamı göylərə qaldıracaqdır. Bəli, hörmətli Ceyhun müəllim, adınızı göylərə qaldıracaq fəaliyyətinizdə və işinizdə sizə uğurlar arzulayırıq.